Bəs nətər eləyək ki, tıxacda əsəbləşməyək? Mən tələbələrimə başa salıram ki, bax bu şəhərə ya gəlmişik, ya burada anadan olmuşuq. Bu şəhər bizə iş verib, işimizi tapmışıq, maraqlı işimizi, həyat yoldaşımıza rast gəlmişik, ev almışıq, balalarımızı burada dolandırırıq. Yəni bu qədər müsbət cəhətləri olan şəhərdə bir gözmuncuğu olmalıdır. Bu onun deməli gözmuncuğudur bu tıxaclar. Bir də ki, hərdən olur mən də insanam. Mən çox təmkinlə baxıram, amma hərdən olur mən də bezmək istəyirəm. O dəqiqə öz tıxacda vaxt var axı. Bəli, bəli. Ümumiyyətlə tıxacda planların barədə fikirləşə bilərsən, nə edəcəksən. Mən özümlə danışıram Rahib müəllim. Mən özümə deyirəm, Aqil, tıxaclardan bezdin deyəsən. Sən Bakıda anadan olmağına baxmayaraq, valideynlərin Bakıda anadan olmağına baxmayaraq, əslin hardandır Şəkidən? Bəlkə Şəkiyə gedəsən. Bəyənmirsən bu şəhəri. Bəlkə Şəkiyə gedərsən, orada biznes qurasan. Yox, istəmirsən. Onda donquldanmağa dəyməz. Onda zırıldamağa dəyməz və şikayət eləməyə dəyməz. Ona görə başını aşağı sal, bu şəhərin yaxşı cəhətlərini qəbul etdiyin kimi, bunun minusunu da qəbul et. Biz necədir? Bu hardasa meditasiyadır. Meditasiya. Bizi hirslənməklə heç nə düzələn deyil, amma biz əsəbləşib qəzaya düşə bilərik. Fikrim aydın oldu mu? Əlbəttə.